Amma dediklərinizin əksi də var. Bu misalları da görürük ki, çox güclü kişilərin qadınları da onları aldadıblar. Çox güclü kişilərin qadınları da onlardan ayrılıblar. Yəni bunu hamıya eyni resept kimi demək olmaz təbii ki. Və bu eyni reseptdir. Mən üzr istəyirəm. Yəni xəyanət mövzusuna qayıdanda xəyanət edəndir problem. Xəyanət edilən deyil. Yəni siz dünyanın ən yaxşı kişisi ola bilərsiniz. Əgər sizin qadınız düzgün böyüdülməyibsə. Amma bizdə bugün xəyanət edilənə deyirlər ki, günah səndədir ki, sən yaxşı olsaydın, sən xəyanət eləməzdin. Onun təkcə qadınlar deyil. Elm baxımından, statistika baxımından yox. Xəyanət, təsəvvür edin ki, mənim evim var və mən qonşularıma etibar edirəm. Siqnalizasiya sistemini qoşmuram, eləmirəm, qapılarımı da açıq saxlayıram. Oğru girir mənim evimə və məni oğurlayır. Günah kimdədir? Oğrunun yoxsa evini bağlamayan? Təbii ki, oğrunun daha çoxdur günah, amma özünü sığortalamaq da hər kəsin öz vəzifə borcudur ki, mən öz həyatımı sığortalayım. İnsanlıq yaranan gündən bu yana Habil və Qabil hadisəsi qardaş cinayətləri olub və biz bu cinayətlərin içində deyir, bir misal da var da, deyir, dəvəni sağlam dirəyə bağla ki, sonradan dəvəni axtarmayasan. Bunu istəsəz izah verərik birazdan, amma Fəzilə xanıma bir sual vermək istəyirəm.